Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun inşallah. Bel sarığı radikuliti işiyaz, yəni oturaq sinir iltihabı ilə əlaqədar hicamanın xeyir və faydalarından danışmaq istəyirdim. Onurğada əsasən də bel və fəqərələrin nizamlı düzülüşüb pozulduqdan sonra əmələ gələn xəstəliklərdən biri də oturaq sinir iltihablaşması. Bel fəqərələrinin ətraf toxumalarında yumşaq toxumaların sərtləşməsi, duzlaşması, sonunda isə radikulit deyilən bel fəqərələrinin iltihablaşması əmələ gəlir. Çox hallarda əvvəlcə radikulit, sonra isə işiyaz, yəni oturaq sinirin iltihabı əmələ gəlir. Oturaq sinir iltihabı beldən çıxan və ayaqların arxa bayır istiqamətində sinir yolu boyunca ağrılar müşahidə olunan bir xəstəlik növüdür. Bəzən bu ağrılar həddindən artıq şiddətli ağrılara da səbəb ola bilir. Xəstəliyin müalicəsində beldən və sinir yolu boyunca tətbiq etdiyimiz üsullardan müalicənin, hicama müalicəsinin edilməsi çox zəruridir. Deməli, xəstəliyin kəskin dövründə hicama müalicəsi həftədə bir dəfə, ağrılar yüngülləşdikdən sonra isə ayda bir dəfə, profilaktik olaraq isə hər 3 aydan bir bu prosedur tətbiq olunmağı məsləhətdir. Bunun üçün hicama hirdoterapiya bizim təbii sağlıqlı yaşam mərkəzinə müraciət edərək bu işiyaz deyilən oturaq sinir iltihabı problemindən tam olaraq qurtula bilərsiniz. Hicam olunun və sağlam olun.